قالوا ربنا أفرغ علينا صبرا وثبت أقدامنا وانصرنا على القوم الكافرين. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم وبه نستعين وهو المعين. الحمد لله. السلام على رسول الله وعلى آله آل الله. Allahın salamı olsun pak müqəddəs Əhl-i Beyt əleyhimussalama və siz əziz dəyərli izləyicilərimizə inşallah şükürlər olsun aləmlərin Rəbbinə. Bugün də növbəti dəfə olaraq sizlə əzizlərin xidmətindəyik və dəyərli ustad, dəyərli alimimiz Hacı Əhliman əzizimizin xidmətindəyik inşallah. Hacıcan buyurun. Bismillahirrahmanirrahim və bihi nəstəin. İnnehu xeyru nasirin və muhin. Allah Teala'nın salavat salam olsun Peyğəmbər və Əhl-i Beytinə və müminlərə inşallah. Keçən dəfə bir neçə dəqiqə Quranın bəzi cəhətlərini işarə elədik dedik və Quranın hardan nazil olması, kimin tərəfindən nazil olması mövzusunda bir neçə dənə məsələyə işarə edəcəyik. Yəni əsli həqiqətdə dedik ki, Quran tam başa düşməkdən ötürü, Quranın məsuliyyətini dərk eləməkdən ötürü, Quranın böyük bir kitab nemət olmağın başa düşməkdən ötürü kimin tərəfindən gəlişi o özü dəyəri, yəni o dəyəri bildirir. Onun necə olmağını bildirir. Təbii biz bilirik ki, Quran Allah Teala'nın tərəfindən nazil olur. Allah Teala'nın adıdır. Amma məsələn onu araşdıranda, biraz izah eləyəndə, Allah Teala'nın başqa sifətlərindən danışanda insanların nəzərində əzəməti böyüyür. Bu da təbiidir də. Məsələn, adam bir nəfərin bir adını deyəndən sonra onun xüsusiyyətlərindən danışandan sonra o adam insanın nəzərində o əvvəlki nəzəri baxışı dəyişir ona nisbət. İndi biz Allahın böyüklüyünə bir həddə inanırıq, qəbul edirik gücümüz çatanda və Quranın da onun tərəfindən gəlişini qəbul edirik və müqəddəsliyi bilirik. Dəstəmazsız da əl vurmuruq o ayə əsasən. Amma məsələn bu Allah Teala'nın bəzi sifətlərin danışanda və o Allah Teala Quranı nazil eləməyini bəzi sifətləri ilə deyəndə o Quranın həm Allahın özünün əzəməti bilinir, həm də Quran-ı Kərimin əzəməti yəni artır bu mənada ki, yəni biz ona elə bir növ elmimiz artır, bizim ona biliyimiz artır. Biz başa düşürük ki, Quran məsələn biz fikirləşdiyimiz qədər deyirdi. Adam elə bilir ki, elə bu qədərdir. Amma görsən yox. Sən deyəndə ki, Rəhman və Rəhim Allahın tərəfindən nazil olub da Quranda o ayə var. Rəhman və Rəhim. Orada adam məsələn bu düşüncəyə gələ bilir ki, mümkündür insan ilk baxışdan fikirləşsin ki, bu Quranın ayələri axı bizə namazı vacib eləyib, orucu vacib eləyib, məsələn, xumsu zəkatı vacib eləyib, cihadı vacib eləyib. Adam buradan görsün ki, bizim yükləyib də Quran, elə düşünsün. Amma deyəndə ki, tənzilin məsələn minər-rəhmanir-rəhim. Hətta bir tərəfdən yükləyib, bir tərəfdən də qadağalar qoyub. O da özü bir növ yükdür də, yəni də məsələn bu qadağalar. Amma Allah Teala deyəndə ki, Rəhman və Rəhim olan Allah tərəfindən bu Quran gəlib sənə, orada istər-istəməz insan baxışında dəyişiklik ola bilir. Allah ki, Rəhmandır və Rəhimdir. Niyə belə? Deməli, bu elə Rəhman və Rəhimliyindən gəlib. Bu əslində, məsələn, bizə vacib olan əməl ya bizə qoyulan qadağa Allah tərəfindən bizə mərhəmətdir və bizə rəhmətdir. Bu, əslində bir çətinlik deyil və məsələn, yükləmə deyil. Deyəndə ki, Rəhman və Rəhim tərəfindən. Sonra, məsələn, çünki biz Quranın özünün ayəsi deyir də, Əsən təkrahu şeyən fəhvə xeyrun ləkum.
və əsən tuhibbu şeyən fəhvə şərrun ləkum. Quran deyir ki, sizin bəzi şeylərdən xoşunuz gəlir. Əslində o sizin ziyanınızdadır. Bəzi şeyləri sizin xeyrinizədir. Sizin bəzi şeylərdən xoşunuz gəlir. O sizin ziyanınızdadır. Bəzi şeylərdən acınız gəlir. O sizin xeyrinizədir ki, Vallahu ya'lamu və entum la ta'lamun. Və bu axırda da deyir ki, Allah bilir, siz bilmirsiniz bunu. Deməli, bizim məsələn bəzi şeylər var, ona heç İslam icazə vermir nəql ilə qəbul eləməyə, hədislə qəbul eləməyə, məsələn sözlə qəbul eləməyə. Bəzi şey gərək ağılla qəbul oluna. Yaxşı. Amma bəzi şeylər var ki, o ağılın sahəsidir, o nəqlin sahəsidir. Yaxşı. Mən bildiyimi siz bilməzsiniz. Və mən bildiyimi siz bilməzsiniz. Bu elə həm nəqildir. Adam biraz dərinə də geçsə ki, bu doğrudan da Rəhman və Rəhimin tərəfindən gəlir. Sonra bir dənə ayədə deyir ki, Tənzilun Əzizil Əlim Minəllahil Əzizil Əlim. Alim olan və güclü olan Allah tərəfindən nazil olub. Yaxşı. Bir də deyir ki, Həkim. Hamim Tənzilul Kitab Minəllahil Əzizil Həkim. Bu kitab özü də Qur'anın özü də Yasin və Qur'anil Həkim. Bax, Həkimin tərəfindən gəlib, özü də Həkimdir. Həkim sifəti həm bu ayədə Allaha nisbət verilir, o ayədə Qur'anın özünə nisbət verilir. Yəni, həm Allah Taala özü həkimdir, həm də Qur'an-ı Kərim özü həkimdir. Bax, burada nəqildən əlavə, bu nəql özü adamı əqlə, təəqqülə vadar edir ki, bu göndərən həkim, göndərilən həkim, burada mənim ziyanım nə ola bilər ki? Məsələn, mənim yüklənməm nə tərəfdən ola bilər? Həkimin yükləməsi olmaz ki. Adi biz bildiyimiz bu doktor, həkim. Məsələn, deyirsən ki, bu nə boyda resept yazıb, dərman yazıb. Əgər adamın düşüncəsi, doktoru, həkimi, tibbi, xəstəliyi başa düşməsə, o həkimə acıqlı baxacaq. Dedi, buna doldurub, belə dərman. Amma əslində o həkimdir. Bu da dərmandır. Bunun özü də buna lazımdır. Bunun xəstəliyi icab eləyib ki, bu neynəsin? O qədər dərmanları yazsın. Yaxşı. O adam ilk baxışda mümkündür o həkimi qınasın. Amma düşünəndən sonra və yaxud müalicəsi getdikcə xeyrin görəndən sonra başlayacaq o həkimə nisbət nə olsun, mövqeyi dəyişsin, baxışı dəyişsin. Burada da insan təəqqül eləsə ki, bu Tənzilun Minəllahil Əzizil Həkim və Qur'anil Həkim, göndərən həkim, gələn özü həkim, deməli, nədir? Burada bizim ziyanımız ola bilməz. Yüklənmə yoxdur. Yüklənmə də yoxdur. Və orada Allah Taala da deyir də, Bəqərə surəsinin axırıncı ayəsində Rəbbənə və la tuhammilna ma la taqətə lana. Bəli, bizim. Allah Taala onu bizim dilimizdən istəyir biz dua eləyək o cürə. Rəbbənə la tuhammilna ma la taqətə lana. Allah bizə gücümüz çatmayanı yükləmə. Allah Taala bizim dilimizdən onu bir dua kimi eşitmək istəyir. Və Allah la yükəllifullah nəfsən ilə Allah özü deyir ki, mən artıq heç kimi yükləmərəm. Özü əvvəlcədən ondan qabaq deyib ki, mən heç kimi artıq yükləmərəm. Burada sadəcə bizim dilimizlə Allah istəyir o duanı eşitsin. Yaxşı, həkimdir. Göndərdiyi həkimdir. İnsan düşünsə, deməli bu barədə mənim xeyrimədir. Heç yükləmə də yoxdur. Sadəcə bunu insan mümkündür bu mərhələlərdə nəzəri baxımından başa düşsün ki, belə bir şey var. Amma məsələn, eyni o xəstənin həkimin görüb, həkim orada ona izah elədi, mənim dərmanımın çoxluğu səni yükləməkdən ötürüdür, sənə əziyyət verməkdən ötürüdür. Və sənin xəstəliklərinin səbəbi budur. Bunun da hərəsi bir şeyə görə dərmandır. Orada xəstə həkimi başa düşəcək, yaxşı, bir həddidə ki, bu mənim xeyrimi istəyir və bu dərmanlar mənə görədir. Amma elə ki, getdi, müalicəni elədi, müalicənin xeyrini görəndən sonra o həkimin buna nisbət xeyirxahlığın bu daxilində hiss edəcək. Və bu ayə və o ayə Allahın və Qur'anın həkim olması insan fikirləşsə, özü elə o
dediyimiz kimi nəzəri baxımından başa düşəcək ki, burada mənim xeyrim var. Amma birdən inşallah insan gəlib ona əməl eləsə, o müalicə buna təsir eləyəndə ona nisbət elmi, bilici və hətta inamı daxilindən hiss eləyəcək onu. Allah Teala inşallah bizi Qurana əməl eləyənlərdən qərar versin. Allah razı olsun Hacıcan. Mövzu elə demək olar ki, Quran-ı Kərimin təfsir, ayələrin təfsiri, şərhləridir. Çox müraciətlər olunur. Deyirlər ki, biz yaşadığımız indiki zamanda bir sıra təfsirlər var. Hansı ki, onlardan hansıları məsləhət görərdiniz mütaliə eləmək üçün? Ümumi cəmaatdan ötəri mütaliə eləmək üçün tərcümə olunmuş təfsirlər var da. Təfsir-i Numunə tərcümə olunub, Təfsir-i Nur tərcümə olunub. Elə ümumi cəmaatdan ötürü onların dilində yəni. Hə, onların dilində, onların Həzrət Peyğəmbər ki, deyir, cəmaatı o ağıllarının müqabilində danışdırın. Elədir. Sonra Quran-ı Kərim elədir. Elədir. Mənim var o hədis yadımdadır. Hə. Ərəbisinin bəzi sözləri yadımdadır. Demirəm ki, səhv deyərəm o baxımdan, amma insanları neydin? Danışdırın. Kəllimun nası, səhv eləmirəmsə, əla müqabili uqulihimdir deyəsən belə. O ağıllarına nisbət onlarla rəftar eləyin, onlarla danışdırın onu və ondan artığı onun üçün nə olacaq? Ziyan eləyəcək. Ondan artığı onun üçün ziyan eləyəcək. O insanlar, ümumi insanlar ki, məsələn, fənnidə, elmidə belə yoxdur, bilmirlər, yəni o dərəcəni oxumayıblar. Elə o sadə təfsir o miqdarda onlara kifayət eləyir, bəs eləyir. Məsələn, təfsiri Əl-Mizan da tərcümə olunur. Mən amma ümumi cəmaata məsləhət görməzdim. Gedin o təfsiri Əl-Mizan oxuyur. Biraz dili ağırdır. Ağırdır, ağır mətləblər də gətirir. Biz keçən dəfə də dedik ki, Allah neçə dəfə sadələşdirib, Quranı gətirib, çatdırıb ki, Quranın mübin olsun, kitabın mübin olsun ki, biz ona əməl eləyə bilək. Allah razı olsun. Təşəkkür edirik. Mən də təşəkkür edirəm. Zəhmət çəkirsiniz, Allah zəhmətlərimizi hədər eləməz inşallah. Allah sizləri var eləsin, böyüklikdən əski olmayasınız. Təşəkkür. Bir daha biz təşəkkür edirik dəyərli ustadımız Hacı Əhliman əzizimizə və inşallah Rahib müəllim də Azərbaycanın gözəl Quran qarilərindən, Quran ustadlarından Rahib müəllim də verilişimizdədir. Eyni zamanda bir gənc Quran qarimiz, inşallah gələcəyin Quran qarisi Hüseyn Bala da verilişimizdədir. İnşallah o əzizimizi də dinləyəcək. Rahib müəllim, buyurun salamlaşın. Ürək sözləriniz olur sizin. İnşallah tövsiyələriniz varsa. Mən də salam verirəm sizə. Allah sizə və dəyərli ustadımızı qorusun. Qonağımıza salam verirəm. İnşallah Allah müvəffəq eləsin. Hacı çox gözəl nöqtələrə işarə elədi. Həqiqətən mənim üçün yenilik oldu bugün. İstifadə elədi ustadımızdan. Çox gözəl söhbətlərini Allah hifz eləsin. Allah elminə bərəkət versin. Bir dənə hədis istəyərdim elə. Buyurun. Bəndə də. Həzrət Peyğəmbər sallallahu Peyğəmbər sallallahu buyurur, yəni günümüzdə bu hədisə çox böyük ehtiyac var və əməl olunmağında gəlib bu məsələdə diqqət olunsun. Buyurur, ya bunayyə la təğful an qiraətil Qur'an. Oğulcan, Qur'anın qiraətindən qafil olma. Fə innəl Qur'anə yuhyil qalb. Quran ölü qəlbləri dirildər. Quran-ı Kərimdə bir ayə var. Ya eyyuhəl-ləzîne âmenû istəcîbû lillahi və lir-rasûl izâ da'akum limâ yuhyikum. Ey iman gətirənlər, Allah və Peyğəmbərin sözünü qəbul edin. Peyğəmbər sizi diriliyə dəvət etdiyi zaman. Deməli, bizim dirçəlməyimiz üçün, bizim ruhumuzun dirilməyindən ötəri Peyğəmbər sallallahu və Allahın sözünü qəbul etməyimiz mühüm məsələdir. Həzrət də buyurur ki, bu Qur'an elə qəlbləri dirçəldən bir kitabdır. Sonra da buyurur, وَيَنْهَا عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَالْبَغْيِ ki, Nəhl surəsi 90-cı ayədə həmin məsələlər işarə olunur. Çirkinliklərdən, yolunu azmaqdan, böyük günahlardan insanı saxlaya bilir. Burada bir dənə incə nöqtə var. Mən
o mənim diqqətimi cəlb elədi. Onun üçün istədim bunu əvvəldə deyim. Deyir ki, ya bunayya la təğfur an qiraatil Qur'an. Quran qiraətindən qafil olmaq. Quran qiraət etmək insanı gətirib o həddə çatdıra bilir. Deməli, qiraətin içində bir təfəkkür, tədəbbür və əməl mərhələsi. Çünki sırf qiraət onu çatdıra bilməz. Yadınızdadırsa biz Quranla üns verilişinin ilk çəkilişlərində, ilk verilişlərində o barədə saymışdıq. Bir neçə dənəsi sonra Quran qiraət eləməyi. Sonra gəlir tədəbbür, təfəkkür məsələləri. Bəli, çox gözəl vurguladınız Rahib müəllim. Allah sizi də əziz eləsin. Təşəkkür edirik. Sözünüz bitsə, inşallah Hüseyn balanı dinləyək. Hüseyn, özünü təqdim elə əzizim. Əvvəla salam əleyküm. Hər birinizi salamlayıram. Çox sağ olun. Adım Hüseyn, soyadım Qasımov. Balxan kəndində yaşayıram. Bu qədər. Maşallah. Elə bu qədər. Bəli. Qasımov, sən də Qasımovsun. Hə, bəli, Qasımov. Əmi oğlu yox yəqin. Allah saxlasın sən. Allah köməyiniz olsun. Hüseyn neçə yaşından? 16 yaşım var indi hal-hazırda. 9-10 yaşından Quran oxuyuram. Maşallah, maşallah. Sənə bu həvəsi kim verib Ayşə? Bu həvəsi elə valideynlərim. Hacının dediyi o ayə bunayyə. Ayə necə idi Rahib müəllim? Bir də təkrar deyin o ayəni üst-üstə. Ayə, hədis. Hədis idi. Mən dedim bəli. Bəli, hədis idi. Buyurun. O hədisi bir də deyin yeri. Ya bunayya la təğful an qiraatil Quran. Bəli. Tərcüməsindədir. Həzrət buyurur, oğulcan Quran qiraətindən qafil olma. Yəni bu ayə əslində Hacı Rahib müəllimin üzr istəyirəm hədis. Bu hədis əslində Rahib müəllimin dediyi bu hədis Hüseynin dediyi valideynlərim sözünün demək olar ki birbaşa tamamıdır. Rahib müəllim bu özü də deyəsən ixlasdan gəlir ha. Verilişimizdə bəzi hallar baş verir ki, elə hədis bəli üst-üstə düşür. Allahın istədiyi kimi olur. Şükür olsun aləmlərin Rəbbinə inşallah. Müəllimlərin kim olub? İbtidai müəllimlərin? İbtidai müəllimlərim, ən birinci müəllimim elə Balaxan kəndindən Kərbəla Tərlan müəllim olub. Ondan sonra Kərbəla Seymur müəllim də üstümdə böyük əziyyəti olub. Elə Kərbəla Tərlan müəllimin də böyük əziyyəti olub üstümdə, Kərbəla Seymur müəllimin də, ikisinin də bu qədər. Maşallah, Allah razı olsun. Üzdən oxu həddində oxumusunuz onlarla, yoxsa konkret qiraət üslubu? Lap elə başdan hərflərdən, ibtidadan başlamışıq Kərbəla Tərlan müəllimlə. Əhsəntun. Başqa hansı müəllimlərdən istifadə eləmişsiniz? Başqa müəllimim olmayıb o vaxta kimi. Olmamışdı. Aha, çox gözəl. Amma mən eşitdiyimə görə siz Rahib müəllimdən də dərs almışsınız. Bəli, Rahib müəllimdən də dərs almışam. Onun da üstümdə böyük əziyyəti olur, çox sağ olsun. Əhsən, əhsən. Yaxşı Hüseyncan, hardan başlayacaqsan, hardan oxuyacaqsan? İnşallah Şəms surəsini oxuyacağam. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَالشَّمْسِ وَضُحَاهَا وَالْقَمَرِ إِذَا تَلَاهَا Əhsənt, maşallah. وَالنَّهَارِ إِذَا جَلَّاهَا Allah. وَاللَّيْلِ إِذَا يَغْشَاهَا Allah. وَالسَّمَاءِ وَمَا بَنَاهَا وَالْأَرْضِ وَمَا طَحَاهَا Əhsəntun, maşallah. وَنَفْسٍ وَمَا سَوَّاهَا Rahib müəllim kimin tilavətinə oxşayır bu? Eləsin. Bir balaca Minşaviyə də dəydi ilə. Bəli, mən yerlərində Minşaviyə oxşarlıq var. وَالسَّمَاءِ وَمَا بَنَاهَا. Orada bir balaca Minşaviyə yaxınlaşdı. Bayat-ı Nəba hissəsində. Bəli. İstəsəz oranı bir siz oxuyardınız. وَالسَّمَا. Bismillah. وَالسَّمَاء. Biraz aşağıdan. وَالسَّمَاء
onun səsiyle oku. وَالسَّمَاءِ وَمَا بَنَاهَا وَالْأَرْضِ وَمَا طَحَاهَا وَنَفْسٍ وَمَا سَوَّاهَا Allah Allah. فألهمها فجورها وتقواها Allah Allah maşallah. قد أفلح من زكاها وقد خاب من دساها Ahsentum. كذبت ثمود بتقواها إذ انبعث أشقاها كذبت ثمود بطغواها إذ انبعث أشقاها. Aya fikir verersen inşallah. كذبت ثمود بطغواها إذ انبعث أشقاها فقال لهم رسول الله ناقة الله وسقياها. فقال لهم رسول الله ناقة الله وسقياها. Əhsən, əhsən. İstədim bir müdaxilə eləyəm ki, çox gözəl belə deyək də musiqi duyumu istedadı olan bir əzizimizi həqiqətən. وَالسَّمَاءِ وَمَا بَنَاهَا وَالسَّمَاءِ وَمَا بَنَاهَا. Əhsəntum. Qayıt əvvəlki yerə. İzin bə'əsə əşqaha. إذ انبعث أشقاها Ya Allah. فقال لهم رسول الله ناقة الله وسقياها. Rahim müəllim buyur bilən əhavəndə. Buyurun, ya. Keçdin əhavəndə. Ya Allah. Onu çıxarsan. Çox bəndən götürür ağzı. Eybi yoxdur. Çıxmaq istəyirəm. Eybi yoxdur. Ona görə oxuyaq. كذبت ثمود بطغواها إذ انبعث أشقاها. O səsilə oxuya bilərsən Hüseyin can. Oxu görüm. فقال لهم رسول الله ناقة الله وسقياها. فقال لهم رسول الله ناقة الله وسقياها. Maşallah. Ahsent. فقال لهم رسول الله ناقة الله وسقياها إذ انبعث أشقاها فقال لهم رسول الله ناقة الله وسقياها. إذ انبعث أشقاها فقال لهم رسول الله ناقة الله وسقياها. İnşallah. فقال لهم رسول الله ناقة الله
وسقياها. Allah. فقال لهم رسول الله ناقة الله وسقياها. Ya Allah. فكذبوهم فعقروها فدمدم عليهم ربهم بذنبهم فسواها. فكذبوه فعقروها فدمدم عليهم ربهم بذنبهم فسواها ولا يخاف عقباها. Biraz tezleştirsek. وَلَا يَخَافُ عُقْبَاهَا. ولا يخاف عقباها. Ahsentum. صدق الله العلي العظيم. Ahsentum. Hatırladım ki Hüseyin balanın o bir yaş dönemi ki var. Mən fikir verdinizsə, mən zil pərdələri götürdüm. O həmən pərdələr üzərində həmən avazı bəm notlar üzərində gətirdi. Çünki ziyandır. Səs tellərinə ziyan ola bilər. Özü də bilir olan. Maşallah olsun. Açığı mən zil gözləyirdim. Elə dedim yəqin sizdən sonra zil oxuyar. Allah salamat eləsin. Çox sağ olun. Allah köməyiniz olsun. Allah sizdən razı olsun. Çox sağ olun. Bu qədər. Allah səni salamat eləsin Çox Hüseyin sağ olun. bala. Baha. İnşallah sən dərslərə çalış, tətil eləmə. Sənin gələcəyin inşallah gözəl Quran qarisi olmaqdır. İnşallah, çox sağ olun. Allahın izni. Bir də dediyimiz kimi o iki şeydən birini gərək seçəsən Allahın izni ilə. İnşallah. Allah salamat eləsin. Amin. Allah razı olsun. Əziz dəyərli izləyicilərimiz, Allah sizlərdən də razı olsun. Hər birinizə təşəkkür edirəm. Allaha əmanət olasınız. Buyurun Rahat müəllim, sağ olasın sizdə. Allah hifz eləsin. Allah Çox aman sağ olun. olasın inşallah. Var olasınız.